Məsələn, siz görmüsünüz ki, qarşımıza bir ayə çıxsın, ya hədis, ya kimsə dindən danışsın və görək ki, bu bizim nəfsimizə uyğun deyil. Biz də deyək ki, olsun, haramdırsa Allah üçün onu tərk edərəm, yaxud vacibdirsə yerinə yetirərəm. Belə adamlar çox azdır. Lakin biz adətən öz rəyimizin düz çıxması üçün ayə və hədis axtarırıq. Nəinki özümüzü ayəyə uyğun edirik. Məsələn, kimsə desə ki, sizi alladıblar, namaz yoxdur, örtü yoxdur, dəstəmaz yoxdur, qüsul yoxdur, birazdan içki və zinayı da don geyindirəcəklər. Bəh. Dərhal bu sözü deyənlər bizim zövqümüzə uyğun olduğu üçün dərhal olurlar din xadimi, həqiqi ilahiyyatçı. Yox, neysə bizim zövqümüz, məntiqimiz, nəfsimizlə uyğun gəlmirsə, olur başqa şey. Və həmin şəxslər harayasa işləyənlər olurlar və yaxud da olurlar dırnaqarası ilahiyyatçı. Yaxud bugün din əleyhinə danışanların xeyli hissəsi hansısa bir dindar tərəfindən bir zamanlar aldadıldığını və dinə nifrət etdiyini deyir. Dindar zay çıxıbsa, deməli din də zaydır. İmam Sadiq əleyhissalamdan nəql olunub, kim bu dinə şəxslər vasitəsilə daxil olarsa, şəxslər onu necə daxil etmişlərsə, eləcə də ondan çıxararlar. Amma kim bu dinə kitab, yəni Quran və sünnə vasitəsilə daxil olarsa, dağlar yerindən gedər, amma o dinindən dönməz. İmam Əli əleyhissalamdan nəql olunub, din əhlinin bir neçə nişanələri var ki, onlarla tanınarlar. Hansıdır o nişanələr? Doğru danışmaq, əmanətdarlıq, əhdə vəfalı olmaq, silə-i rəhm, yəni əlaqələri möhkəmlətmək, zəiflərə mərhəmət göstərmək, yaxşılıqda əl açıq olmaq, gözəl əxlaqa sahib olmaq, elmin ardınca getmək və insanı Allaha yaxınlaşdıran hər bir şey. Xoş olsun onların halına və necə də gözəldir onların dönüş yeri. Yox. Kənara baxma. Əvvəlcə özünə bax, gör səndə bu cəhətlər var, sonra ətrafa baxarsan. İmam Əldən soruşdular, ən bədbəxt insan kimdir? Həzrət cavab verdi. O kəsdir ki, öz dinini başqasının dünyasına satar. Ona görə də əzizlər, hər ağızdan çıxan avaz könlümə xoşdur deyə ardınca qaçmayaq. Kimsə şou yaratmaq, baxış yığmaq, rezonans yaratmaq deyə ortaya düşübsə, o yoxdur, bu yoxdur deyə reyting yığırsa, vay o haldan ki, mən də öz dinimi həmin şəxsin dünyavi maraqlarına qurban verim.